ASTV xəbərin növbəti buraxılışı efirdədir. Sabahınız xeyir. Növbəti süjetimiz Vətən müharibəsində Cəbrayıl Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş Azərbaycanın ərazi bütövlüyü və suverenliyi yolunda canından keçən kiçik çavuş Hikmət Babaşov haqqındadır. Çəkiliş qrupumuz Beyləqanda şəhidin ata ocağında olub onun həyat və döyüş yolundan reportaj hazırlayıb. Hikmət Babaşov ömrünün 21 ilini hərbiyə həsr etmişdi. Şərəflə vətənə xidmət etmişdi. Onun qismətinə bu yolda uca məqama yüksəlməkdə yazılır. Hikmət Babaşov 1994-cü ildə silahlı qüvvələrdə müddətli həqiqi hərbi xidmətə başlamışdı. Xidmətini başa vurduqdan sonra müddətdən artıq hərbi xidmət edirdi. Aprel döyüşlərində ağır yaralanmışdı. Sonra kiçik çavuş 44 günlük Vətən müharibəsində Cəbrayıl, Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərə qatılmışdı. Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə cəsarəti ilə seçilmişdi. Şəxsi igidlik və şücaət nümayiş etdirib. Noyabrın 8-də Qubadlıda gedən döyüşlərdə şəhadətə yüksəlib. Fəxr eləyirdi işi ilə. Hələ onun pensiya vaxtından da bir ildir ötmüşdü, o çıxmırdı pensiyaya. Deyirdim ki, çıx, deyirdi, yox. Bizim torpaqlar alınmayıbkən, ana mən o pensiyanı alam deyəm. Torpaqlar alınacaq bir, ondan sonra mən pensiyaya çıxacaq. Bir oğlu var, bir qızı, oğlu əskərlikdədir. Onun oğlu ilə mən təsəlli alıram. Ona baxanda hikmətimi görürəm, fəxr eləyirəm, indi də o əskəriyə gedir, atasının adını caldır, üzünü ağ eləyir. Elə bir oğuldu o da, atası kimi. O sevindi ki, zəfər yolunu açmışam, gəlirəm. Həmin gün o çox ölümündən danışdı. Həmin günü dedi, mən gələcəm, sonra güldü. Dedi, yox, gələsi olmadan qaldı, mən gözləmə. Axırıncı sözüm oldu ki, uşaqları yığ yanına, otur evdə, heç ara çıxma. Sonra 4 tamam idi, 5-in yarısı şəhadətim olacaqdı. Hər şey yaxşı olacaq. Hər şey yerdə yaxşı olacaq. Narahat olmayın. Zəfər bizimdir, qələbə bizimdir. Qəhrəmanımızın atası Firudin Babaşovun oğlu ilə bağlı deyiləsi sözü çox idi. Amma səhhəti buna imkan vermədiyindən baxışı ilə övladı ilə qürur duyduğunu ifadə etdi. Şəhid Hikmətin anası olmaq mənim üçün böyük fərəhdir. Mən oğlumla fəxr eləyirəm ki, elə bir qəhrəman oğlunun anasıyam. Çox sağ olsun ki, cənab prezidentimiz, onun xanımı Mehriban xanım bizim balamızı belə ucaldır, şəhidlərimizi belə ucaldır. Dövlət onun üçün qağı göstərdi balalarına, özünə. Adına 2 kitab çıxartdı. Öyrətlər ancaq deyir, atamla fəxr edir. Oğlum deyir ki, kəşf atamın, mən uşaqlıqla atamı gördüyüm günlər bugün olardı. Atamın mənə qarşı elədiyi yaxşılıqlar bugün görərdim. Onunla fəxr edirəm. Mən həmişə başı alnıma uca tutaram ki, mən o cür aləmdə şəhid olub, o şəhidin ailəsiyəm. Mən Hikmət kimi qeyrətli, cəsarətli. Ömrünü vətənə fəda edən qəhrəmanımızın ruhu şaddır. Çünki onun arzuladığı kimi torpaqlarımız azaddır. Adını tarixə yazan Hikmət Babaşov zəfər günündə şəhadətə qovuşub. Ölümündən sonra Azərbaycan bayrağı, cəsur döyüşçü, vətən uğrunda, Füzulinin, Cəbrailin, Qubadlının azad olunmasına görə orden və medalları ilə təltif edilib. Şamilə Şamil qızı Kamran İsayev, ASTV xəbər.